Növbəti dərsimiz uşaqlar, işıqlanma qurşaqlarıdır. İşıqlanma qurşağı ümumiyyətlə yer kürəsi bilirik ki, müəyyən orbit üzərində hərəkət edir və öz oxu ətrafında fırlanır və bu zaman yer kürə şəklində olduğu üçün və müxtəlif vaxtlarda yer səthi müxtəlif səviyyədə işıqlanır. Yəni tam eyni səviyyədə işıqlanmır da, belə deyək. Ona görə bu günəş şüaları müxtəlif dərəcədə düşdüyü üçün biz yer kürəsinin temperaturuna əlaqədar olaraq, dəyişməsi ilə əlaqədar olaraq, gecə-gündüzün dəyişməsi ilə və yaxud da fəsillərin əmələ gəlməsi ilə əlaqədar olaraq biz yerdə işıqlanma qurşaqlarına ayırırıq, bunları fərqləndirmək üçün. Məsələn, şimal tropiki ilə cənub tropiki arasında tropik işıqlanma qurşağı yerləşir. Bu tropiklər də 23.5 şimal, 23.5 cənub tropikləridir. Bunlar arasında yerləşir. Yəni bu zona, bu sarı zona bu əsasən tropik işıqlanma qurşağında yerləşir. Şimal və cənub tropikində yerləşir. Bu ərazi istənilən qədər, yəni kifayət qədər işıq şüası alır, yəni işıqlanır və günəş burada zenitdə olur, kifayət qədər və istilik işıq alır. Ona görə də orta illik temperatur 20 dərəcədən yuxarı olur. Burada çox istilik aldığı üçün 20 dərəcədən yuxarı olur. Sonra tropiklərdən kənarda tropik 23.5 ilə tropik bayaq dediyimiz tropik, şimal tropiki ilə belə deyək, qütb dairələri arasında, şimal tropik xətti ilə qütb dairələri arasında və cənub tropik xətti ilə cənub qütb dairələri arasında olan bu hissə isə əsasən adlanır şimal və cənub mülayim, belə deyək, işıqlanma qurşağı. Burada ümumiyyətlə günəş heç vaxt zenitdə olmur. İl 4 fəsil aydın müşahidə olunur. Tropiklərə doğru, yəni aşağı doğru gəldikcə hava istiləşir, yuxarı doğru getdikcə soyuyur. Yayda ümumiyyətlə üfüq həmişə yüksəyə qalxır və bu ərazilərdə isti olur. Gecə qısa, gündüz uzun olur. Qışda üfüq həmişə alçaqda soyuq olur və gündüz qısa, gecə isə uzun olur. Bunu yadımızda saxlayaq. Biz özümüz də elə mülayim işıqlanma qurşağında yerləşirik Azərbaycanda. Sonra növbəti işıqlanma qurşağımız isə qütb işıqlanma qurşağıdır. Bu da 66.5-dən 90-a qədərdir. Cənub 66.5-dən 90-a qədər. Burada da demək olar ki, günəş burada zenitdə olmur. İl boyu belə deyək, soyuq hava şəraiti, fəsillər aydın müşahidə olunmur. Gecə-gündüz növbələşməsi burada nə olur? Pozulur. Bu da bizim işıqlanma qurşağına aid olan dərsimizdən video idi. Bunların hamısını öyrənirsiniz və belə deyək də bunlara aid olan testləri DİM-dən, güvəndən və digər mənbələrdən işləyirsiniz. Nə də bilməsəz qrupa yazırsınız.